Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bildiyiniz kimi artıq MİQ imtahanları yekunlaşdı. Növbəti mərhələ vakansiya seçimi olacaq. Hər bir namizədə uğurlar arzu edirəm. İnşallah istədiyi məktəbdə müəllim kimi fəaliyyətə başlayarlar. Və vakansiya seçimindən sonra uğur qazanan namizədlər müsahibə mərhələsinə hazırlaşacaq. Müsahibə mərhələsinə hazırlaşacaq namizədlər hansı tələbləri yerinə yetirməlidir və yaxud müsahibə mərhələsində onları nələr gözləyir, o haqda məlumat verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ müsahibəsinə hazırlaşmaq istəyən müəllimlər bizim dərs qruplarımızdan da yararlana bilərlər. 051 644 31 54 nömrəsinə yazaraq dərslər haqqında da ətraflı məlumat əldə edə bilərsiniz. Keçək ilk meyarımıza. MİQ müsahibəsində ilk olaraq geyimə diqqət yetirilməlidir. İstəyir bəy müəllimlərimiz və yaxud xanım müəllimlərimiz burada sadə formada müəllimə xas olan geyimdən istifadə etməlidir. Bəylərimiz deməli klassik geyimlərdən sadə formada, ağ-qara formasında, xanımlarımız isə yəni müəllimə yaraşacaq formada geyimdən istifadə edilməlidir. Çünki burada əyani olaraq müsahibə mərhələsinə dəvət alınırsınız. Geyim mütləq önəmlidir. O qədər də aksesuarlardan istifadə etmirsiniz. Yəni gözə çarpacaq qədər aksesuarlardan, bujuteriyalardan istifadə etmirsiniz. Sadə formada, müəllimə yaraşacaq formada geyimdən istifadə edirsiniz. Və bu əsas vacib məsələlərdən biridir. Nə çox açıq-saçıq formada geyinmək bu mərhələdə olmaz. Növbəti mərhələ olur özünü təqdim etmə. Özünü təqdim etmə, öz fəaliyyətinizin hansı fəaliyyətdən keçmisiniz. Burada sadəcə olaraq tərcümə halınız təhsil yönümlü olmalıdır. Anadan olma məktəb illəriniz, məktəb illərinizdə uğurlarınız olubsa, onları qeyd edirsiniz. Universitetə nə vaxt daxil olmalısınız, hansı ixtisasda təhsil almışsınız. Universitetdə əgər ki, uğurlarınız olubsa onları qeyd edə bilərsiniz və müəllimlərin işə qəbul imtahanında iştirakınız neçə bal toplamısınız onu qeyd edə bilərsiniz. Bu da özünü təqdim etmə həmin mərhələni əhatə edir. Burada əsasən sizin ünsiyyət bacarığınız, özünüzə inamınız və gələcək fəaliyyətə necə başlayacaqsınız və əsas da ünsiyyət bacarığınız yoxlanılır ki, özünü təqdim etmə hansı formadadır. Özünü təqdim edəndə bu namizəd inamlıdırmı? Yəni sabah orta məktəbdə şagird qarşısına çıxanda əsasən özünü ifadə edə biləcəkmi, mövzunu təqdim edə biləcəkmi? Burada özünə inamın yoxlanılması əsas şərtlərdən biridir. Sonra gəlir mövzunu təqdim etmə. Bildiyiniz kimi hər bir ixtisas müəllimi üçün şəxsi səhifəsinə 5 mövzu təqdim olunur ixtisası üzrə. 5 mövzunun 5-nə də hazır olmalısınız. Yəni birin daha yaxşı, mükəmməl şəkildə hazırlamalısınız. Burada sadəcə olaraq mövzunu necə təqdim edəcəksiniz? Alt standart, mövzuya uyğun, təlim nəticəsi, motivasiya, qiymətləndirmə meyarları, bir də dərsin hansı formada təşkilini, dərsin necə keçəcəksiniz, bunlar əsas soruşulur mövzunu təqdim etmədən. Yəni 5 mövzunun 5-nə də hazır olmalısınız, birin daha yaxşı formada. Yəni güzəşt oluna bilər ki, siz bir mövzunu təqdim edin. Ola bilər ki, bəzilərinizdən 2 mövzunu təqdimatını soruşa bilərlər. Bu əsasən sizin oradakı komissiya üzvlərindən, müsahibə götürülən şəxslərdən də asılı olan bir haldır. Sonra gəlir psixoloji suallar. Burada psixoloji suallar da kifayət qədər miqdə çoxdur. Yəni şagird, müəllim münasibətlərinə aid olan psixoloji suallar və yaxud valideyn əlaqələri ilə bağlı suallar ola bilər. Şagird sizə qarşı kobudluq edərsə nə edəcəksiniz? Özünü
sinifdə düzgün aparmarsa, sinif qaydalarına əməl etməzsə, ümumiyyətlə psixoloji təzyiq sizə olarsa məktəbinizdə necə davranacaqsınız? Bu kimi suallar kifayət qədər psixoloji sualların tərkibinə daxildir. Sonra gəlir qiymətləndirməyə aid suallar. Qiymətləndirmə məktəbdaxili qiymətləndirməyə aid, yəni diaqnostik, formativ, summativ qiymətləndirmədən kifayət qədər suallar olur. Yəni bəziləri bizə formativ qiymətləndirmənin əhəmiyyətini soruşula bilər. Bəziləri bizə diaqnostik qiymətləndirmənin əhəmiyyəti nədir? Summativ qiymətləndirməni necə təşkil edəcəksiniz kimi suallar bu prosesdə qiymətləndirmə meyarlarına aid, yəni sizin özünüzün qiymətləndirmə meyarlarınıza aid olan hissədə biri qiymətləndirmə aid suallardır. Bu mərhələdə də kifayət qədər suallar qarşımıza çıxa bilər. Sonra gəlir pedaqoji prosesin təşkil etmə bacarığı. Bu mərhələdə əsasən sinifin idarə olunması, dərslərin təşkili, tərbiyəvi söhbətlərin aparılması, şagirdlərə yanaşma tərziniz, pedaqoji prosesin təşkil etməsi, bərabər imkanları necə yaradırsınız, şagirdlərə stimulu necə verəcəksiniz, qiymətləndirməni necə aparacaqsınız, valideyn əlaqələri necə tənzimləyəcəksiniz. Yəni, ümumi olaraq pedaqoji proseslə bağlı kifayət qədər də qarşımıza suallar çıxacaq. Sonra gəlir dünya görüşlə bağlı. Bu mərhələdən sonra dünya görüşlə bağlı kifayət qədər suallar ola bilər. Dünya görüş əsasən baxır sizin hansı ixtisas müəllimisiniz. Yəni Azərbaycanın ərazi daxilində suallar ola bilər. Sənaye şəhərləri, liman şəhərləri, parklar, göllər, Azərbaycanda hansı musiqiçilər var və yaxud hansı milli kinolarımızı tanıyırsınız. Son dövrün hadisələrinə daha çox üstünlük verin. Yəni son dövrdə ölkəmizdə hansı quruculuq işləri görülüb və yaxud hansı tədbirlər təşkil olunub, hansı beynəlxalq təşkilatlara qoşulmuşuq. Bununla bağlı kifayət qədər, yəni dünya görüşlə bağlı da kifayət qədər suallar olacaq. Düşünürəm ki, bu mərhələyə hər bir namizəd əməl etsə, müsahibəsi uğurlu olacaq. Bundan əlavə olaraq bizim bu sadaladığımız meyarlar üzrə vəsaitimiz var. Vəsaitimiz müsahibədən qızıl qaydalar adlı vəsaitdir. Dünya görüş, pedaqoji prosesin təşkil etməsi ilə bağlı, kurikulumla bağlı, özünü təqdim etməklə, psixoloji suallarla bağlı kifayət qədər vəsaitimizdə suallar var və indiyə qədər müsahibə mərhələlərində verilən sual tipləridir. Vəsaitimizi əldə etmək istəyənlər 051 644 31 54 nömrəsinə yazaraq vəsaitimizi əldə edə bilərsiniz. Hər bir namizədə uğurlar.